Əziz həmvətənlərim, mən Xədicə Hüseynova Almaniyanın keçmiş paytaxtı olan Bonn şəhərində yaşayıram. Bonn, dünyaca məşhur bəstəkar Ludwig van Beethoven'ın doğulduğu yer kimi tanınır. Bu sakit şəhər tarixi və mədəni zənginliyi ilə seçilir. Şəhərin içindən axan Reyn çayı isə Bonnun gözəlliyinə xüsusi bir ahəng qatır. Hazırda isə Bonn tamam başqa bir gözəlliyə bürünür. Hər yerdə milad ab-havası hiss olunur. Almaniyada milad bayramı yeni ildən daha geniş qeyd olunur. Bu dövrdə 4 şamlı advent çələngi qurulur və dekabrın ilk bazar günündən etibarən hər həftə bir şam yandırılır. Eyni zamanda advent təqvimi geniş yayılıb. Dekabrın 1-dən 24-ünə qədər hər gün açılan kiçik pəncərələri olur və içində şirniyyatlar və ya kiçik hədiyyələr yerləşdirilir. Bu xüsusilə uşaqlar üçün maraqlı bir ənənədir. Milad bazarlarının əsas atributlarından biri isə Glühwein, yəni ədviyyatlarla qızdırılan isti qırmızı şərab və ənənəvi Alman sosisləridir. Geridə qoyduğumuz 2025-ci il həyatımıza yeni dərslər, təcrübələr və xatirələr gətirdi. Bu yeni ildə həyatınızda yeni qapılar açılsın, çətinliklər arxada qalsın və hər gününüz gözəl xəbərlərlə başlasın. Qəlbinizdəki bütün arzular zamanında və ən gözəl şəkildə həyata keçsin. Mən bütün həmvətənlərimi, Azərbaycan xalqını yeni il münasibəti ilə ürəkdən təbrik edirəm. Harda yaşamağımızdan asılı olmayaraq, vətən sevgisi bizi birləşdirir. Yeni iliniz mübarək.